bu yaxında mənə maraqlı bir məlumat söylədilər. Dedilər ki, bunu mən ilk dəfə sizin kanalda söyləyirəm, yeri gəlmişkən. Dedilər ki, Bakının kəndlərindən birində, ya Novxandadır, ya deyəsən Məzdəkanda, səhv eləmirəmsə, Məzdəkanda bunun böyük bir bağ evi var. Və orada bu tikinti işlərini aparanda orada kafelləmə işləri gedirmiş, kafelləmə. Ramiz Mehdiyevi? Yox, Əli Kərimlinin. Eləmi? Bağ evi var? Bağ evində kafelləmə işləri gedərkən bu gəlib işin nəticələrini yoxlayanda çox da bahalı kafelərdən istifadə edilib. Bu bizə çatan məlumata görə. Və həmin kafelləri bu deməli gəlib bəyənməyib o ustanın gördüyü işin və ayağı ilə vurub həmin o kafelləri sındırıb. Deyir, həmin o fəhlələr təəccübləniblər ki, bu kafelləri sındırdın, bunu yenə özün alacaqsan da. Bunun da qiyməti filan qədər qiyməti var, bahalı kafellərdir. Yəni gəlib sındırıb ki, o kafellərin vurduqlarını bəyənməyib də təzədən kafellər alınsın və onu başqa ustalarla vurdursun. Yəni bunların gördüyü işi bəyənməyib bağ evində. İndi sual verirəm ki, illərdir sən radikal müxalifət mövqeyindəsən, heç bir yerdə işləmirsən. Övladların Avropanın ən bahalı universitetlərində deməli ödənişlər hesabına təhsil alırlar. Özün heç yerdə işləmirsən və belə olan vəziyyətdə sən böyük bağ evi tikirsən və o dediyim kimi o kafel hadisəsi də həmin orada baş verib. Yəni bütün bunlar ona dəlalət eləyir ki, hələ bizim gördüklərimiz icebergin görünən hissəsidir. Deməli, Ramiz Mehdiyev və onunla birbaşa bağlı Rusiyanın müvafiq qurumları Əli Kərimli əlməlli başlı maliyyələşdiriblər. Yəqin ki, o faktlar da birazdan istintaq gedişatında daha detallı üzə çıxacaq. Və bu adamı saxlayıblar ki, sən bizə həmişə lazımsan və nə üçün lazımsan? Sənin ömür boyu əlindən bir şey gəlir. Onu da natamam bacarırsan, qatışıqlıq salmaq, vətəndaş itaatsizliyi yaratmaq, səfərbər olmuş cəmiyyəti parçalamaq və s. Yəni, bunun 92-93 reallıqlarında bunu etmişsiniz, bu yolla da hakimiyyətə gəlmişsiniz, yəni təcrübəm var. Amma bugünkü Azərbaycanda bu təcrübəni tətbiq etmək bu dəlilikdir, ağılsızlıqdır. Azərbaycanda prezidentimizin ətrafında bütün xalq monolit qüvvə kimi birləşib. O birlik sayəsində biz zəfər çatdıq. Hətta Azərbaycandakı bütün siyasi partiyalar bu Azərbaycan Xalq Cəbhəsi və müsavat istisna olmaqla dövlətin ətrafında birləşiblər. Onlar müharibə dövründə, ondan sonraki bəyanatları ilə bunu birgə təsdiqlədilər. Və bunu saxlayırlar ki, əllərində bir oyuncaq kimi saxlayırlar ki, istisna deyildi. İndi hadisələrin gedişatı göstərir ki, Zelenskinin bu müharibədə qalib gəlmə şansı yüksək qiymətləndirilmir. Yəni, mən yumuşaq ifadələrdən istifadə edirəm. Rusiya-Ukrayna müharibəsi başa çata bilər və bu proses sürətlənib. Və belə olan vəziyyətdə Zelenskinin taleyi ilə bağlı indi bədbin proqnozlar verirlər ki, onun başqa bir siyasətin əvəz edilməsi. Ümumiyyətlə, bu konfliktin başa çatılması ilə bağlı bugün geniş fikirlər yayılıb. Və belə olan vəziyyətdə Ukraynada hətta yeni prezident seçkilərinin keçirilməsi, yeni prezidentin hakimiyyətə gətirilməsi haqqında bu günləri mətbuatda, qərb mətbuatında, Rusiya mətbuatında kifayət qədər informasiya var. Britaniyadakı səfirin çox məlumatlar çox genişdir və proses seçilmə məsələsi gündəmdədir. Və Yermakan xüsusilə də vəzifəsindən uzaqlaşılmasından sonra Zelenskinin mövqeyi biraz da zəifləmiş hesab edilir və yəni Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağı və 100 gün ərzində təxminən yeni prezident seçilən keçiriləcəyi ilə bağlı çeşid məlumatlar bu günləri ən nüfuzlu kütləvi informasiya vasitələrində yayılmaqdadır. Və belə olan vəziyyətdə bu müharibədən qurtarmış, müharibədən çıxan Rusiyanın strateji zona olan Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmə ilə bağlı da addımlar atacağı istisna deyil və bu addımlar atmaq üçün təbii ki, onun daxilində 5-ci kolon lazımdır, onun fəallığı lazımdır, maliyyə dəstəyi verilir və bu halda radikal müxalifət nümayəndəsi adın qazanmış və ictimai fikirdə daha çox qərb yönümlü siyasətçi olan, amma mahiyyət etibarilə Rusiya işləyən deməli, Əli Kərimli faktorundan istifadə edə bilərlər. Əli Kərimli bu baxımdan onlar üçün lazım ola bilər. Pul əlinə gəldikdən sonra deməli, müəyyən insanlar bu prosesə cəlb etmək və bir ixtişaş fonu yaratmaq, bütün bunlar istisna deyil. Və belə olan vəziyyəti hesab edirəm ki, belə insanların bu günləri açıq, deməli, azad şəkildə gəzməsi dövlətimiz, cəmiyyətimiz, bizim asayişimiz üzrə təhlükəlidir. Çünki bu adamlarla əlcək kimi istifadə edirlər, amma cəmiyyət bundan narahat olur, cəmiyyət bundan əziyyət çəkir.
və bir alət kimi istifadə edirlər. Sonra da təbii ki, tullayırlar. Tarix boyu biz bunu görmüşük. Amma hər halda müəyyən zamanlarda istifadə edirlər və bu reallıqlar fonunda danışdığım Rusiya-Ukrayna müharibəsi reallıqlar fonunda növbəti dəfə ondan istifadə etmək istəyərlər. Və dövlət də dövlətin gözü görür, qulağı eşidir. Dövlət bir orqanizmdir və bu proseslər çox diqqətlə fərqindədir. Və ona görə də belə adamların azadlıqda qalması bu təhlükə mənbəyinin yanaşı yaşaması anlamına gəlir.